Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Masazır dairəsində 3 sotda belə bir 6 otaqlı həyət evi çəkib təqdim edirəm. Sənəd torpağın çıxarışıdır, torpağın küçəsidir. 2 mərtəbəli 200 kvadrat metrlik bir evdir. Mərtəbə arası monolitik betondur. 4 tərəfdən cüt daşla inşa olunub və mərtəbənin yekununda beton kəmər atılıb. Belə bir xarici görünüşə sahibdir. Masazır dairəsində çatmamış şəhərdən gələndə. Trasın Bakı-Sumqayıt yolunun belə çox yaxın məsafədir. Bir 70 metr, 80 metr arxasından, ancaq maşın yolu bir 300 metr olar. Piyada üçün isə 70-80 metrdir. Deməli, belə bir xarici görünüşə sahibdir evimiz. Torpaq sahəsi 3 sotdur, qazı, su işığı fasiləsizdir, mərkəz kanalizasiya var. 2 ədəd su xətti gəlir bura. 2 ayrı. Deməli, su gəlir evin həyətyanı sahəsinə evə. Həyətyanı sahə bu qaydadadır. Orada gördüyünüz qapı həyətyanı sahənin sanuzeldir. Burada belə bir yaşıllıq üçün və digər tərəfdə yaşıllıq üçün yerlər nəzərdə tutulub. Həyətyanı sahənin işıqlandırılmasında sütunlara fikir verirsə, hər birində deməli lampa quraşdırılıb. Bu evin arxa tərəfi, yan tərəfi və arxa tərəfinə keçid eləmək mümkündür. Kombi aparatı üçün orada deməli yer düzəldilib. Üstü betonlanıb, kombi aparatı orada quraşdırılacaq. Evimiz 6 otaqdan ibarətdir. Yerdən kürsülüdür. Gəlin evin daxilinə sizi tanış edeyim. Deməli, dəyərli izləyicilər, belə bir geniş foyer hissə mövcuddur. Bu mərtəbədə yerləşir qonaq otağı, yataq otağı, mətbəx və sanuzel. Sol hissə ilə davam edir qonaq otağı ilə. Burada yerləşir böyük bir sahəyə malik evin qonaq otağı. Təxminən 35-40 kvadrat metrlik böyük bir qonaq otağı mövcuddur. Geniş vitraj şəbəkə pəncərələr quraşdırılıb. Qiyməti 132.000 manatdan təklif olunur. 132.000 manatdan. Alıcılarla razılaşmaq mümkündür. Daha sonra buradan mətbəx sahəsinə baxaq. 4 tərəfdən cüt daşla tikilib 60-dan 60-a təməl üzərində inşa olunub. Belə bir mətbəx sahəsi. Daha sonra burada ilk mərtəbənin sanuzeli. Bir daha xatırlatmalıyım, mərtəbə arası monolitik betondur, qazı, su işığı fasiləsidir, sənəd çıxarışdır. İstənilən notariat kontorunda asan xidmət mərkəzinə alqı-satqı etmək mümkündür. Pilləkənin alt hissəsinə də əlavə əşyalarınızı yığa bilərsiniz. Görürsünüz, düyünsüz materialdan pilləkən yığılıb və pilləkəndə səs yoxdur, qətiyyən. Bu mərtəbədə isə yerləşir 4 yataq otağı və sanuzel. Dəyərli izləyicilər, bu qaydada da solundan başlayaq. Solda belə bir yataq otağı. Buradan deməli, əks tərəfdən baxaq, bütün otaqları kondisionerin və televizyon xətti çəkilib. Qiyməti nəzərinizə çatdırdım, 132.000 manatdan təklif olunur. Hörmətli izləyicilər, bu ərazinin ümumiyyətlə bu qiymətə təklif olunan ev yoxdur. Birincisi bu, elanlara baxırsa məlumatlısınız. İkincisi isə 4 otaqlı evlər təklif olunur, 5 otaqlı evlər təklif olunur, 145, 155, 160.000 manatdan. Bu ev isə 126.000 manatdan təklif olunur. Evin keyfiyyətinə isə söz ola bilməz. Gəlib özünüzlə ustanızı gətirin, mühəndisinizi gətirin. Evin keyfiyyətinə şahid olun. Buradan mən sizə son 2 otağı da göstərim. Belə bir yataq otağı və son olaraq da digər yataq otağı. Buradan sizə görüm, tras görsənirsə, trası göstərim sizə. Deməli, dəyərli izləyicilər, bu maşından hərəkət elədiyi yer Bakı-Sumqayıt yolu. Belə məsafə 70-80 metrdir, ancaq maşınlı məsafə 300 metr olar. Piyadalar üçün 70-80 metrlik məsafədir. 132.000 manat start qiymətli, əlaqə saxlamağı unutmayın. Satışlar bizə uyğun evlərimiz var, sağ olun, hələlik.